Bu müddət ərzində, 5 gün müddət ərzində düşərgə iştirakçılarına müxtəlif təlimlər, workshoplar, seminarlar keçiriləcək. Devizimiz əylənərək öyrənmək və birlikdə inkişaf eləməkdir. İnanırıq ki, düşərgə iştirakçıları üçün tədbir faydalı olacaqdır. Onların gələcək karyera inkişaflarına fayda verəcəkdir. Düşərgənin əsas məqsədi iştirakçıların karyera planlaması sahəsində bilik bacarıqlarının artırılması, əmək bazarına hazırlığını təmin etməkdir və bununla da gələcəkdə inkişaflarına, karyera inkişaflarına töhfə verməkdir. Mən bu düşərgə haqqında məlumatı Instagram səhifəsindən görmüşdüm. Bura qatılmamın da əsas məqsədi sosiallaşmaq, komanda ilə işləmək bacarığımı inkişaf elətdirmək və fərqli baxış bucaqlarına sahib insanlarla ünsiyyətdə olub öz baxış bucağımı da genişləndirməkdir. Mühit çox yaxşıdır, sosiallaşmaq çox asandır. Komanda ilə oyunlar olur, ona görə də durmadan maraqlı təlimlərlə günümüz gözəlləşir. Bu mənim ilk düşərgə təcrübəmdir, ona görə də burada olmaq maraqlı və xoşdur. Bu yay düşərgəsində bizə müəllimlərimiz bizə özümüzü inkişaf etdirməyi öyrədirlər və biz burada özümüzü həm inkişaf etdirib, həm də əyləncəli anlar yaşayırıq və həm də bir-birimizdən yeni dostlar tapırıq. Bu düşərgədə mən yeni dostlar qazandım, müxtəlif yarışlarda, oyunlarda, tədbirlərdə iştirak etdim. Bu düşərgə məni komanda ilə işləməyi öyrətdi, daha məsləhətli olmağı öyrətdi. Hər kəsə təşəkkürümü bildirirəm, hər kəsə uğurlar arzulayıram. Burada yeni dostluqlar əldə etdim, yeni xatirələr topladım və bunu etdikcə də bilikləndim, yəni öyrəndim. Burada öyrəndiklərim gələcək karyeramda yaxşı olacağını fikirləşirəm. Proqram burada çox əyləncəlidir, çox sevirəm.